Abituriyentler, ikinci hissənin sonunda olan mövzularımız gerund, infinitiv, complete the sentence, direct indirect speech ilə bağlı olan yeni suallarımız var, fərqli tipli suallarımız var. İmtahana az qalan bir müddətdə çalışacağım ki, bu sualların izahını verim sizə və imtahan üçün müəyyən bir faydası olsun hər birinizə. Ümid edirəm ki, anlaşılır bir dildə, başa düşən bir şəkildə sizə izah edəcəm mən bu qaydaları. Və bir də mümkün qədər tez-tez sürətli şəkildə izah edib keçəcəm ki, sizin də 2x-də qulaq asmağınıza ehtiyac duyulmasın. Gerund nədir? Gerundun əslində xüsusilə də yuxarıda ilk başda bir sadə 1-2 dəqiqə buna vaxt ayırmaq istəyərəm ki, gerund nədir? Uşaqlar biraz çətinlik çəkdiyi mövzudur. Gerund. Gerund deyəndə nə etmək lazımdır? Nəyi yadda saxlamaq lazımdır? Gerund feilin sonuna ing şəkilçisinin artırılmasıdır. İndi biz ing şəkilçisini bəzi yerlərdə də görə bilərsiniz. Harda? Sifət düzəldən şəkilçilərin içərisində, isim düzəldənlərin içərisində, present continuous'da. İndi hər qarşımıza çıxan ing-li söz gerunddumu? Yox. Bunun yəni gerund olduğunu fərqinə varmaq üçün 3-4 dənə qaydamız var ki, onu yadda saxlayaq. Bu qaydalar hansıdır? Birinci qaydamız yadda saxlayağın ki, apostrof s-dən sonra gələn verb ing gerund sayılır. İkinci, yəlik əvəzlikləri. Yəli posisiya pronomlarımız var. Yəlik əvəzlikləri my, your, his, hers, its, our və your, their. Bu yəlik əvəzliklərindən sonra gələn verb ing gerund sayılır. Üçüncü, söz önləri preposition. Preposition. İstənilən bir preposition görərsinizsə seçirsiniz feilin ing-li formasını. Dördüncü, bəzi feillərimiz var ki, bunlardan sonra gələn verb ing gerund olur. Bu feillər hansılardır? Xüsusilə də bir 5 dənəsini vurğulayacağım. Sizin üçün suggest, mind, enjoy, stop, finish. Finish. Bu feillərdən sonra gələn verb ing olur gerund. Bu qaydaya əsasən gəlin davam edəyin testimizə baxaq. Nə var burada? Söz önündən sonra, söz önü görərəmsə, əgər feilin söz önlü forması varsa, söz önlərindən sonra vurğuladığımız kimi söz önündən sonra gələn, söz önündən sonra seçirsiniz feilin ing-li formasını. Cavab B bəndi. Söz önündən sonra feilin ing-li forması seçilir. Söz önüdür, ing-li forma. 4-də, bir dənə də 4-də durağın hansı qeydimizə baxaq. Bu nə deməkdir? Əmr cümlələrini yəqin xatırlayırsınız. Open, bir dənə tez geri bir üzərindən keçək. Open the door. Qapını aç. Əgər mən bunu inkarda demək istəyirəmsə, belə yazırsınız. Don't open the door. Qapını açma. Təsdiq forması budur, inkar forması budur. Təsdiq formada yazdıqda görürsünüz, open-dan sonra birbaşa tamamlıq gəlir. Yəni, open-dan sonra to vermirsiniz. İndi A variantında nəyə diqqət edirsiniz? Əgər not gəlibdirsə, bunun mütləq köməkçi feili do-su olmalıydı qabağında. Do notdur. Bax, bu qısaldılmış formadır. Ondan sonra feili sadə verirəm. Heç bir halda to yazmırıq qarşısında. B bəndində də notu yazıbdır, qarşısında do-su yoxdur. Bəs C bəndi cavabımızdır. E bəndində don't open dedik də. Don't to open sözü burada işlənmir. To-ya ehtiyac yoxdur. D bəndində let touch. Let touch. İcazə ver toxunsun. 2 dənə feili yan-yana verə bilmərəm. Birinci feilimiz sadə gələ bilər. İkinci feilimiz ya to ilə gəlməlidir, ya da ing ilə gəlməlidir. 2 feil yan-yana bu şəkildə sadə otura bilməz. Bu elektrik avadanlıqlara nəm əllərlə toxunma. Ona görə cavabımız C bəndi. Bəs 5-də nədir? 5-də, 6-da bunların eynisi gedir. Not B. Not yazılıbdırsa bunun qarşısında mütləq bir köməkçi feili do-su olmalıydı. B bəndi cavabımız. C bəndində don't-dan sonra, baxın, don't-dan sonra bir feilimiz gəlməlidir. Quiet sözü burada sakit deməkdir. Feil deyil axı. C bəndində don't-un yanında bir feilimiz, beyimiz olsaydı, qəbul edərdik, yoxdur. D bəndində let them, icazə ver onlara sakit. Əgər bu D bəndini gətirib bura cümləyə oturtmuş olsaydıq, icazə ver onlara sakit nə deməkdir? Let them be, icazə ver onlara olsun sakit. Belə olsaydı, qəbul edə bilərdik. E bəndində notun qarşısında bir köməkçi feilimiz, do-muz falan yoxdur. Bir də do notdan sonra feili sadə verməliydik B formasında.
Bəs 6-da nədir? Gəlin bir 6-ya da göz atağın. 6-cı sualımızda. Notdan sonra dediyim kimi, əmr cümləsi qarşısında do-su köməkçi feili gəlməli idi. Do not, ondan sonra feili sadə verirsən. B bəndi cavabımızda həm də niyə? Əgər cümlədə eyni van varsa, eyni və onun törəmələri varsa, cümlənin əvvəli inkarda olmalıdır. B bəndi cavab. Bəs digər variantda nədir? C bəndində let feildir. Feildən sonra şəxs əvəzliyi gələ bilməz. Obyekt forma gəlməlidir. Obyekt əvəzliyi gəlməli. Don't-dan sonra birbaşa feil işlənməli idi. Burada to-ya ehtiyac yox idi. Burada da iki feilin yan-yana gəlməsidir. Let, icazə ver, xatırlasın. İki feil yan-yana sadə şəkildə gələ bilməz. Məsələn, I like read. Bu cümlə quruluşu yanlışdır, səhvdir. Niyə? Bu bir feildir, bu da ikinci feildir. İkinci feili ya mən to ilə verməliyəm, ya da ing ilə verməliyəm. Bu şəkildə sadə gələ bilməz. 7-də. Blame me for everything that goes wrong. Yanlış gedən hər şeyə görə məni günahlandırma. Cümlə belə olmalıdır, düzdürmü? Məsələn, A bəndində blame me, günahlandır məni. A bəndi məntiqli cavab gəlmir. B bəndində notun qarşısında do-su yoxdur. C bəndində do notdan sonra dedik birbaşa feil işlənməlidir. D bəndi don't blame me, məni günahlandırma hər şeyə görə. E bəndində let feildir, feildən sonra şəxs əvəzliyi yox, obyekt forma olsaydı qəbul edərdik. 8-də to expect. Expect'in qarşısındakı feil hər zaman dedik ki, bax o 4-cü qaydanı vurğuladıq. Suggest, mind, enjoy, stop, finish. Bunlardan sonraki feil ing ilə seçilir. Amma yerdə qalan digər feillərdən sonraki feili sən to ilə verərsən. 9-da decide-in qarşısındakı feili to ilə veririk. To məsdəri ilə veririk. Yəni bu bizim birinci feilimizdir. İkinci feili gətirib bunun qarşısına nə to-suz, ing-siz, yəni bu şəkildə verə bilməsən. Bu da o feillərdəndir ki, özündən sonraki feili to ilə alır. 10-da want-un qarşısındakı feili to ilə verərəm. Insist on, söz öndür. Söz öndən sonra feilin ing-li forması seçilir. 12-də decide-in qarşısındakı feili to ilə seçirik. Suggest, mind, enjoy, stop. Bunlardan sonraki feil ing ilə seçilir. Decide-in qarşısındakı feili to ilə verirsiniz. Decide to. Promise-in qarşısındakı feili to ilə verirsiniz. İkinci feili to ilə vermək lazımdır. Expect-in qarşısındakı feili yenə də to ilə verərəm. Sonra promised, əslində promised, expect, decide bu tip feillərimiz daha çox qarşımıza çıxar. To-lu alır, try-in qarşısındakı feilə baxaq, to-lu alır. Sonra decide yenə qarşımıza çıxdı. Decide-in də qarşısındakı feili promised, eyni feillər, təkrar suallardır demək olar ki, promised yenə də qarşısındakı feili to-lu alır. Suggest-in qarşısındakı feili ing ilə verməyə məcburuq, çünki gerunddur. 24-də decide, yeni decide feilimiz yenə gəldi, promise feilimiz yenə gəldi, qarşısındakını to-lu istəyir, try qarşısındakını to-lu istəyir, promise yenə də to-lu istəyir. Davam edək. Failin qarşısındakı digər bir feili to ilə verməliyik. Fulfill burada da yerinə yetirmək deməkdir. Allow, kompleks objekt girdi araya. Bir də nə deyim, diqqətinizdə saxlayın ki, bu şərt adı altında qarşınıza hansı qaydalar çıxa bilər. Birinci gerunddur, kompleks objekt. Birinci kompleks objekti ola bilər, kompleks objekt hansıdır bu? Birinci, ikinci, üçüncü qrup feillərimiz var. Birinci qrupdakı qarşısındakini sadə istəyir, ikinci qrupdakı ya sadə ya ing-li istəyir. Üçüncü qrup yerdə qalan feillərimiz də hər zaman qarşısındakı feili to-lu istəyir. Bir budur. İkinci gerund ola bilər bu. Gerundun da 4 dənə qaydasını yadda saxlasınız bəsinizdir. Üçüncü icbar şəkli. Passiv causative feilin məchul icbar şəklidir. Bunu da irəlidə izah edəcəm. İcbar şəkli. Yəni bunlardan bu 3 dənə qaydanı durun düşünün. Bu şərtlə imtahanda rastlaşanda bu şərt. Choose the correct form of the verb. Feilin düzgün formanı seç deyəndə bu 3 dənə qaydadan bir dənəsi mütləqdir ki, burada tətbiq edilir. Söz önü ing. Bu da gerund olur. Promise də dəfələrin promise nə çox çıxır qarşımıza. Bundan sonraki feili seçirsiniz to-lu formada. To məsdəri ilə və qeyd edirik. 33-də remember. Remember'dən sonraki feili ya ing-li verərəm, ya to-lu verərəm. Bir dənə baxaq nəyə?
Bax, burada nə ayıncı var, nə tu var. Nə ayıncı var, nə tu var. Nə ayıncı, nə tu var. Tu ilə ayıncını da bir arada verə bilmərik. Ona görə cavabımız C bəndi. Əbat söz önüdür. Söz önündən sonra feilin ayıncılı forması. 10 söz önüdür. Söz önündən sonra feilin ayıncılı forması. Söz önüdür, ayıncılı forma. Bir də burada 37-də nəyə diqqət edək? It is important to. Nədir? To be, üstəgəl, adjektiv görərsinizsə, seçin feilin to'lu formasını. To'lu formada hardadır? E bəndində. 38. Stopdan sonra feili ing ilə yazırıq. Bəli, stop, suggest, enjoy, mind. Bu feillər də ki, özündən sonraki feili ing ilə istəyir. Aha. Forget. Forget'ten sonra fiile ya to ya ing artırmalıyam. Burada heç biri yoxdur. Burada da to'su var. Saxlayaq. C bəndində ikisi bir arada gəlib. To ilə ing yan yana gəlib. Bu səhv də ola bilməz. Burada da nə ing var, nə to, nə ing, nə to. Söz önündən sonra feilin ing'li forması seçilir. To be üstəgəl sifət to məstəri. I am glad to see you. Yəqin diyaloglarda falan rastınıza çıxıbdır bu cümlə. 42. 10 söz önüdür. Söz önündən sonra feilin ing'li forması. She wants. She wants. Want bir feildir. Qarşısındakı feili mən to'lu verərəm. Bu da həmin feillərdir ki, özündən sonrakını to'lu alır. Burada kompleks obyekt girdi artıq. Üçüncü qrup feildir. Obyektimiz var. Üstəgəl qarşısındakı feili to'lu alar. Üçüncü qrup feillərimizdən də E bəndi. Devam edeyim. Qaldığımız yerdən 44'də dedik. E bəndi want 3-cü qrupda qarşısındakı feili to'lu istəyir. 45-ci sualda forget. Forgetdən sonra to da gələ bilər, ing də gələ bilər. Bəs bunların fərqi nədir? B bəndindəki to'nun gəlməsi, uşaqlar bunu diqqət edəyin. İndiki zamanda, yəni etməli olduğunu unutma dediyimiz bir şeylərlə işlənir. ing ilə işləndikdə isə keçmişdəki, yəni keçmişdəki xatirələrimdən, keçmişdə etdiyim bir şeylərdən danışılır. Ona görə məsələn deyir ki, evi tərk etməzdən əvvəl işığı söndürməyi unutma. Etməli olduğun bir şeyi deyir sənə. 46'da promise qarşısındakı feili to ilə tələb edir. Promise qarşısındakı feili to ilə tələb edir. Insist, in görən kimi söz önü var. Söz önü feilin ing'li formasını istəyir sizdən. 48'də forget. Forget. Həmin feilimiz də əslində burada ya ing'li ya to'lu ola bilər də. Ing ilə to bir arada gələ bilməz. Ona görə cavabımız D bəndi. 49'da by sözündür. Sözünün qarşısında ing'li forma. Stopdan sonra da əslində ing'li də ala bilər, to'lu da ala bilər, istisna haldır. Bunlar ayrı-ayrı fərqli mənalar verir. Ing aldıqda bir fəaliyyətini dayandır. Yəni gördüyün bir işi dayandırırsan. For example, stop smoking. Siqaret çəkməyi dayandır, bitir, burax, tərk et deyirsən. Amma I stop to buy some bread. Çörək almaq üçün dayandım. Yəni bir işi saxlayıb digər bir işə başlayırsan, o mənanı verir. İndi stopdan sonra nə gələ bilər burada? Dedik ki, ya to ya ing. Ona görə də əslində to'lu forma doğru verilməyibdir. Çünki to ilə ing-ni bir arada verə bilmərik. Ona görə heç tərcümə etmədən, seçim qarşısında qalmadan E bəndini yazaq. Regret. Regretdən sonra not. Aha, neyinirsiniz? Baxaq. Feili sadə verə bilmərəm. Bu bir feildir. Qarşısındakı ikinci bir feili sadə verə bilmərəm. ing ilə to bir arada olmaz, sadə olmaz. Ona görə cavabımız D bəndi. 52'də about söz önüdür. Söz önündən sonra feilin ing'li formasını. 53'də suggestdən sonra feilin ing'li forması C bəndi. Suggest bayaqlarım qeyd eləmişdim. İlk başda bəzi feillər 5 dənə əsasən 5 dənə feildir ki, ondan sonra feili ing ilə veririk. 54'də decide. Decide'in qarşısındakı feili ya to'lu, yəni decide həmişə özündən sonra iki feil, özündən sonrakini to'lu alır. Sonra bu qayda nə idi? To be, üstəgəl adjektiv, üstəgəl feilin to'lu forması. To'lu formamız hansıdır? O da E bəndindədir. It is bad. It is bad qarşısındakını to'lu alacaqdır. Bayaq dediyimiz qayda to. To'lu formamız E bəndində var, D bəndində var, B bəndində var. Aha, indi davam edək. Expect qarşısındakı feili təzədən kompleks obyekt girir araya, qarşısındakı feili to'lu istəyir. B bəndindəki ask qarşısındakı feili to'lu istəyir. D bəndin qarşısında make qarşısındakı feili sadə istəyir. Ona görə cavabımız
D bəndi. 57-də. Burada nəyə diqqət eləyək? Ask feildir. Askdan sonra mən feilin bağışlayın, əvəzliyin şəxs formasını verə bilmərəm, şəxsi verə bilmərəm, şəxsi verə bilmərəm. Obyekt gəlməlidir, düzdürmü? Obyektimiz A bəndi, D bəndi. İndi ask hansı qrupdan bir feildir? Üçüncü qrupdan bildiyimizə görə qarşısındakını to'lu tələb edir. Ona görə cavab A bəndi. 58-də. 58-də Cerundun qaydasından artıq üçüncü gəldi qarşımıza. Birinci, o bəzi feilləri yadda saxlayırsınız. Bundan sonra gələn ING-lər Cerunddur. İkinci, söz önü. Söz önü gördükdən sonra söz önü üstəgəl feilin ING-li forması. Bir də əvəzliklərdən yəlik əvəzliyi. Yəlik əvəzlikləri üstəgəl feilin ING-li forması. Bir yerə qeyd edin. 3 dənə qayda çıxdı artıq qarşımıza. Bəzi feillərdən sonra söz önlərindən sonra, yəlik əvəzliklərindən sonra feilin ING-li forması. Bax, yəlik əvəzliyi, üstəgəl feilin ING-li forması. Bu artıq söz önüdür. Söz önündən sonra feilin ING-li forması. Davam edək. Gəldi 61-ci qayda. 61-də nə verilibdir? Feilin icbar şəkli. Dilimizdə də var. İşi başqasına gördürmək, başqasına elətdirmək. Bu qəlib düstur nədir? Bunu belə yadınızda saxlayın ki, have, get, üstəgəl obyekt. Bu obyektimiz adətən cansız olur. Məhsul formatı bunu icbar şəklinin məhsul formasıdır. Cansız, cansızlarla verilir. Yəni bu obyektimiz cansız şəkildə gəlir. Üstəgəl məlum şəklində də canlılar işlənir. O zaman have-dən sonra feili, qarşısındakı feili sadə verirsən, get-dən sonra qarşısındakı feili to'lu verirsən. Amma sizə dərsliklərinizdə feilin məhsul icbar şəkli düşür. Ona görə bu qəlibi yadda saxlayın. Have, get, üstəgəl obyekt, o da cansız, üstəgəl feilin üçüncü forması. Bəzən uşaqlar buna P2 də bu şəkildə də deyə bilərlər. Hansı biri uyğundursa sizə onu yadda saxlaya bilərsiniz. Davam edək. Have burada yazılıbdır. Have. Cansız obyektimiz üstəgəl feilin üçüncü forması. Yəni P2 formamız. O da hardadır? E bəndində. Vəssalam. Cavab bu. Bununla bağlı bir neçə sual var. İrəlidə rastımıza çıxdıqca bir daha təkrar edərik. Siz bu qəlibi yadınızda saxlayın. Bir də burada nəyi yadda saxlayın? Have-lə get. Şəxsi zamana görə dəyişə bilər. Bax, buradakı have-lə getimiz şəxsi zamana görə dəyişər. Amma dəyişməyən, sabit qalan formamız burada feilin üçüncü formasıdır. Yəni cümləmizin əvvəli bura keçmiş zamanda olsaydı və yaxud da ki, have burada had şəklində olsaydı, yenə də buradakı verb üçümüz dəyişməzdi, sabit qalır. 62. 62-də to be üstəgəl adjektiv feilin to'lu forması. Düzdürmü? To'lu formamız hardadır? Baxıram, to ilə ing yan-yana gələ bilməz. Tək bir dənə to'lu formamız e bəndində. 63-də promise. Promise qarşısındakı feili hər zaman to ilə alır. Forget. Forget'in qarşısında ing də gələ bilərdi, to da gələrdi, dedik fərqli mənalar daşıyır o zaman. Amma ing ilə to-nu bir arada verə bilmərik. O necə ki, sifətin müqayisə dərəcəsi, üstünlük dərəcəsində deyirik, elflə more bir arada olmaz, mostla s bir arada olmaz. O baxımdan to ilə də ing bir arada gələ bilməz. Bir feildən sonra ikinci feili bu şəkildə verənmərəm, sadə verənmərəm, sadə verənmərəm. Qaldı cavab debəndi. It is hard for teens. Burada to be-nin bir forması gəlibdir. Yəni feilin var. Qarşısındakı feili to ilə verməliyəm. E bəndi. Enjoy. Enjoy'un qarşısındakı feil hər zaman ing ilə işlənir. Bu da gerunddur. Yenə to be üstəgəl adjektiv feilin to'lu forması. Cavab artıq özünüz seçirsiniz. A bəndi. 68. Try. Try'dan sonra baxırsınız. Try. And the problems before presenting the report to'lu forması. Davam edək. 69-cu sualda in söz önüdür. Söz önündən sonra feili ing ilə seçirik. Suggest'dən sonraki feilimizi ing ilə seçirsiniz. Gerund dərsinə aiddir. Dedik ki, bu bəzi feillər özündən sonra, sırf bəzi feillər var ki, onlar özündən sonra feili ing-li alır. Decide də özündən sonraki feili to ilə alır. Kənardan baxanda bax, deyirik ki, bu cümləmizin bir feili, ikinci feili heç bir halda sadə verə bilmərik. Sadə verə bilmərik. Yəni to-suz, ing-siz söhbət ondan gedir. Sonra ing ilə to bir arada gələ bilməz. Bu baxımdan qaldırırıq. Qaldı cavabımız bir dənə o. 72. Decide'ın qarşısındakı feili to ilə verək. Decide. Qarşısındakı feili to alır.
Sonra burada sifət, belə to be üstəgəl sifət var. To be üstəgəl sifət. O zaman qarşısındakı fiili to'lu verirsiniz. To'lu, iki dənə variantım var. Amma to ilə də ing bir arada verilə bilməz. 74'də promise. Promise'in qarşısındakı fiil to'lu olmalıdır. To'lu fiilimiz harda var? C bəndində var, E bəndində var. E bəndində isə fiilin qarşısına to qoyub, axırına da ing qoyubdur. Ola bilməz. Cavab C bəndi. 75'də stop. Stopun qarşısındakı fiili ing ilə yazaq getsin. Sonra 76'da to be sifət. Bax bu nədir? To be üstəgəl sifət, qarşısındakı fiili to'lu verməliyəm. To'lu formamız hardadır? Bir dənə E variantında. Avtor sizcə nədir? Söz önü. Bunlardan sonra seçirik fiilin ing formalarını. Bəs 79'da nə var? Həmin qayda to be adjective, üstəgəl to'lu forma. Sonra bu to söz önüdür. Söz önündən sonra fiilin ing forması seçilir. 81'də suggest. Suggest qarşısındakı fiili ing seçir. O da olur nə? Gerund. Gerundun qaydaları ümid edirəm ki, yaddadır. Hansılardır? Apostrof S-dən sonra gələn verb ing yadda saxlayaq. Yəlik əvəzlikləri. Məsələn, birini yazıram. Yəlik əvəzlikləri üstəgəl verb ing gerund sayılır. Söz önü. Gördünüz bu testdə nə qədər qarşımıza çıxdı. Söz önü üstəgəl verb ing olur gerund. Bir də bəzi feillər. O bəzi feillərimiz hansılar idi? Bu birinci qaydamız, bu ikinci qaydamız, bu üçüncü qaydamız, dördüncü qaydamızda bəzi feilləri vurğuluyuruq. Xüsusilə də suggest, stop, mind, enjoy, bir də finish. Üstəgəl fiilin ing forması. Bu olur gerund. Yerdə qalan feillərimiz isə hər zaman qarşısındakını to'lu alır. Davam edək. 92. Daha doğrusu 82'də qalmışdıq. 82'də forgot. Forgotdan sonra neyinirik? Fiili ya ing-li verə bilərəm, ya to'lu verə bilərəm. Bunlar da istisna hallardır ki, forget'dir, remember'dir, stop'dur, try'dir. Bu fiillər özündən sonra ing-li də ala bilər, to'lu da ala bilər. Onların hər birinin ayrı-ayrılıqda mənaları fərqlidir demək olar ki. İndi burada əslində seçim qarşısında qala bilmirəm. Çünki ikinci fiili ya ing-li ya to'lu verərəm. To'lu var götürürəm. Burada da to ilə ing-ni bir arada verə bilmərək axı. 83'də to be sifət qarşısındakı fiili to ilə alır. 84'də mean ing-li ya da to'lu. Baxaq. Mean fiili qarşısındakını to'lu alır deyə ona görə cavabımız E bəndi. 85'də söz önüdür. Fiilin ing-li formasını seçirsiniz. 86'da döceyin. İndi burada bir to be'miz var. Gəlibdir, sifətdir. Qarşısındakı fiili to'lu verəcəm. To'lu fiilləri saxlayıram. A bəndi, D bəndi, B bəndi. Bir sualla da rastlaşmışdıq. Expect'in qarşısındakı fiil to'lu olar. Artıq burada da kompleks obyekt girir araya. B bəndində allow 3-cü qrupda qarşısında to tələb edir. Make 1-ci qrupda qarşısındakı fiili sadə tələb edir. To olmaz make'in qarşısında. Ona görə cavab A bəndi. It is difficult to tell. To be gəlibdir. To be. Üstəgəl adjective. Qarşısındakı fiili to ilə özü yazıbdır. Əla. İndi bu feildən sonra siz heç bir halda şəxs əvəzliyi seçə bilməzsiniz. Bu telin qrupunu da burada müəyyənləşdirək. Üçüncü qrupdur. Üçüncü qrupun qarşısında obyekt, ondan sonra to'lu bir feil gəlməli idi. Burada ing gələ bilməz. Axı bu üçüncü qrupda qarşısında to gəlməli idi. C bəndində düzdür cavabımız. E bəndində problem nədir? Telin qarşısında obyekt, ondan sonra to'lu bir feil oturmalı idi. 88, həmin qaydanı tətbiq edək. To be, sifət, sonra feili veribdir. Make. Make birinci qrupdur, düzdürmü? Qarşısındakı feil sadə olmalıdır. Burada ing verilibdir, burada to verilibdir, burada da feili üçüncü formaya salıbdır. Üçüncü formasına. A bəndi, C bəndi. İndi choose qarşısındakı digər tərəfə baxırıq. Birinci cümləni tamamladıq. Buradan tamamladıq. Təzən ikinci cümləyə girirəm. Burada let. Let birinci qrupdur. Qarşısındakını bu da sadə tələb edir. Sadə tələb edən formamız baxın budur. Bax burada bu feillər digər tərəfdə. Yəni letin tələbinə görə mən gətirib make-i yazıram.
ve bunu fiil ve bir formasında verir. Heç bir halda keçmişe getməz. SES qəbul edilməz. Şəxsi zamana görə dəyişməz. Vəssalam. Ona görə cavabımız A bəndi. Davam edək. 89. For sözünüdür. Sözündən sonra fiilin seçilir ayıncılı forması. Apostrof S-dən sonra seçilir fiilin ayıncılı forması. Bayaqlarım qeyd eləmişdim. O 4 dənə qaydalarımızdan hər biri tətbiq olunur. 91-də bay sözünüdür. Sözündən sonra fiilin hansı formasını seçirik? Ayıncı və əndin hər iki tərəfində eyni şəkildə. Sonra 90 neçə? 2. Apostrof S-dən sonra. Baxın, apostrof S-dən sonra birinci qaydamız tətbiq edildi bir neçə dəfə. Apostrof S-dən sonra fiilin ayıncılı forması, o da D-bəndi. 93-də of sözünüdür. Sözündən sonra verb üstə gəl ayıncılı forma. Want burada qrupunu tapıram. Bu nədir? Üçüncü qrup. Üçüncü qrupun qarşısında nə olmalıdır? Tuğlu olmalıdır. Ona görə bir verb ayıncı, bir də tuğlu. Cavabımız E variantı. Try. Her to stop. Burada try'ın qarşısındakı fiili sadə verə bilmərəm. Düzdürmü? Have-lə gələ bilməzdi. Sadə bir fiil işlənməli idi. Ya biri deyək də, ya ayıncılı, ya tuğlu olmalıydı. İndi digər tərəfə baxaq. İkinci cümləmizdə burada söz önü gəlibdir. Söz önündən sonra fiili necə seçməliyəm? Verb ayıncı. Verb ayıncılı formamızı əlimizdə saxlayaq. Burada verb ayıncımız yoxdur. Digər tərəfdə var. Baxaq digər. Bunların bir fərqi. Aha. Digər tərəfdə nəyə diqqət edirik? Axırıncı dedik verb ayıncı olmalıdır. Yəni bunları qaldırdıq. E bəndi getdi, D bəndi getdi, A bəndi gəldi, getdi. Söz önündən sonra burada söz önü var. Söz önündən sonra seçilir fiilin ayıncılı forması. Ona görə cavabımız B bəndi. 95-ci sual. 10 söz önüdür. Söz önündən sonra fiilin ayıncılı forması, ayıncılı forması. İkinci tərəfə baxıram, to'ldu. Burada üçüncü qrup fiil var mı? Var. Üçüncü qrupun qarşısındakı fiil də to'lu olmalıdır. Ona görə A bəndi. Kompleks objekt dərsini siz yəqin ki, birinci var, yəni testin əvvəlindən bilirik, müəyyən bir qədər asan dərsdir. Kompleks obyekti də xatırlayın. Bir də nəyə deyim sizə, nəyə diqqət edin? Bir də bir başlıq gördük də. Bir başlıq gördük də. İmtahanda da, buraxılışda da qarşınıza bu başlıqla çıxacaqdır. Siz burada 3 dənə qaydanı yadda saxlayın. Birinci, kompleks obyekt ola bilər. İkinci, gerund ola bilər. Üçüncü, passive causative, yəni fiilin icbari şəkli ola bilər. Bu 3 dənə qaydalar ağlımıza gəlsin. Bu başlığı gördükdə. İndi davam edək. Burada nə yazırdı? To be, adjective, fiilin to'lu forması. B bəndi. 97-də. To be, sifət. To be, üstə gəl, adjective, hər dəfəndə yazıram ki, əzbərinizdə yaxşı qalsın. Fiilin to'lu forması. 98, decide-ın qarşısındakı fiil to ilə işlənər. Lap yaxşı, D bəndi. 99-da həmin qayda yuxarıda dediyim sifət. To be, sifət, bir də to'lu forma A bəndi. Həmin qayda burada da tətbiq olunur, ona görə A bəndi. Çox da getməyək üstünə. Ümid edirəm ki, X-də qulaq asmırsınız. Mən sürətli danışıram. 101-də to be, sifət, ondan sonra fiilin to'lu forması. To be, sifət, ondan sonra to'lu forma. Həmin qayda burada da var, B bəndi. Use it to, əla, bunu yadda saxlayın. Bu haradadır? Siz bunu, sizdə bu modal fiil kimdə işlənir? Past simple-ın içərisində işlənmişdiniz ki, use it to. Use it to fiilin birinci formasını belə yadda saxlayağın. Bircə dəqiqə düzgün getmədi. Use it to. Üstə gəl verb 1. I use it to go swimming. To go swimming. Mən üzgüçülüyə gedərdim. Use it-dən sonra to və go. Fiilin verb 1 forması bax bu gəlibdir. Use it-in yanında to verəcəksiniz. O da A bəndi. Davam edək. 105-ci sual. Regret. Regret-dən sonra fiili necə verəsiniz? İkinci fiili mən sadə verə bilmərəm. Burada nə to var, nə ayıncı var, nə to var, nə ayıncı var, nə to, nə ayıncı, nə to, nə ayıncı. Ona görə də ayıncımız var. Cavabımız D bəndi. Regretdən sonra
To gəldikdə indiki zamana aid təəssüf hissi bildirir. Regretdən sonra ing gəldikdə keçmiş zamana aid təəssüf hissi bildirir. I regret not spending much time on my studies. Oxumağıma çox vaxt ayırmadığıma görə təəssüf edirəm. Keçmişə aid təəssüf hissi. 106. Remember. Remember'ın qarşısındakı fiili sadə verə bilmərəm. Sadə verə bilmərəm. To ilə ing-ni bir arada verə bilmərəm. Bəndində də həmin qayda nə to'su var, nə ing-si var. Qalır cavabımız C bəndi. İndi burada remember'dan sonra to da gələ bilərdi, ing də gələ bilərdi. To indiki zamana aiddir. Ing isə keçmiş zamana aid xatirələrini göstərir. 107. Forget. Forgetdən sonra baxaq. Fiili to nə to görəm, nə ing, nə to, nə ing. İkisi bir arada ola bilməz. Burada da biz deyəndə, ing deyəndə fiil istəyirik sadəcə. Qarşısında əmizar, voz verə ehtiyac yoxdur. Ona görə cavabımız B bəndi. 108. Regret. Regretdən sonra baxıram. Burada nə to var, nə ing, nə to var, nə ing. İkisi bir arada ola bilməz. Burada da görmürəm. Ona görə cavab D bəndi. Regret. Dediyimiz həmin qaydanı yenə bir daha burada tətbiq edirik. Fiili ing ilə verirsən, qutarda getdi. Yəni fiili ya to ilə verməlisən, ya ing ilə verməlisən. To olmadığına görə də elə bəndi. I'll never forget. I'll never forget my first teacher. Mən heç vaxt ilk müəllimi unutmayacağım. Görürsünüz, keçmişə aid bir yəni təəssüratını danışır. Burada tərcüməsi də həmin şəkildə uyğun gəlir. Ona görə cavabımız bəndi. İndi baxırsınız, fiildə ya to axtarın, ya ing axtarın. İkinci bir fiildə. Bu sadə verilib, ikisi bir arada verilib. Burada da sadə verilib olmaz. 111-də stopdan sonra fiili ing ilə seçirsiniz. Baxaq. Min, nəzərdə tutmaq, məna vermək. Bundan sonraki fiili İkisi bir arada, to ilə ing bir arada ola bilməz. Tək başına to'lu bir fiilimiz budur, B bəndi. Regretdən sonra to ilə ing bir arada ola bilməz. Əla, davam edək. Regret. Regret. İndi burada hansı uyğun gəlir? Bir tərcüməsində də diqqət edək. Tərcüməsində nəzər salaq. Görək hansı uyğun gəlir. Onu 113'də regret. Regretdən sonra ya gözümüz to axtarır, ya da ing axtarır dedik. İndi baxırıq, nəyə diqqət edək. Not to, burada tel fiili sadə gəlibdir. Not sizi çaşdırmasın. Notun yanındakı fiilə baxıram. Sadə, nə to'su var, nə ing-si. Burada da fiilin nə to'su var, nə ing-si var. Getdi bunlar. D bəndində bunu inkarda yazarsınızsa, ikinci bir fiil bax bu şəkildə yazılır. Not to tell. Bu şəkildə olsaydı yine bir tərcümə baxımından gedərdik, çıxış edərdik. Görək tərcümənin hansı uyğun gəlir. Ona görə cavabımız burada gəlir bəndi. Variantı cavabımız olur. Don't forget. Forget fiilimizdir. Ya sadə verməliyəm, ya bağışlayın, ya to'lu verməliyəm, ya da ing-li verməliyəm. To'lu olanımız elə D bəndini saxlayaq. C bəndində to ilə ing bir arada verilibdir. Ing dedikdə qarşısında əmizar, voz verə ehtiyac yoxdur. 115 remember. Remember'də to ilə ing bir arada gəlibdir. B bəndi cavabımız olsun. Burada nə ing, nə to görürəm, nə ing, nə to var, nə də ing, to yoxdur. Stopdan sonra fiili ing ilə yazaq. Getsin. İndi əla, bu gəldi bura. Bir daha bunu xatırlayaq və üzərində duraq. Stopdan sonra dərsin əvvəlində bir yerdə qeyd eləmişdim. Example-dan daha aydın olar ümid edirəm. To gələr, bir də verb ing ilə gələr. Bunların məna fərqi nədir? Stop ing dedikdə bir işi dayandır, buraq, tərk et mənasına gəlir. Give up deməkdir. Stop smoking. Siqaret çəkməyi buraq, tərk et deyirəm sənə, qadağa edirəm. Bax elə bil ki, tərk et deyirəm. Amma stopdan sonra to gələrsə, sən dayanıb başqa bir iş görürsən. Məsələn, 116-da onlar dayandılar. Güneş batımını, yəni qrubun şəklini çəkməyə başladılar. Yəni dayandılar şəkil çəkmək üçün dayandılar. Dayanıb şəkil çəkməklə başlayırlar işə. Yəni bir işi tamamilə tərk edirsənsə, buraxırsansa verb ing. Amma dayanıb başqa bir şeyə başlayırsansa, o zaman to ilə verə bilərsən. Ona görə cavabımız B bəndi. İndi burada tərcüməyə heç ehtiyac var idimi? Məncə yox. To ilə ing yan-yana gəlibdir. Bunlarda nə to var, nə ing,
Nə tu'su, nə ayıncısı. Burada da nə tu, nə ayıncı yoxdur. Ona görə cavab B bəndi. Forgot. Forgotdan sonra dediyimiz kimi ya gözümüz ya tu axtarsın, ya ayıncı axtarsın. İkisi bir aradadır deyə olmaz. Qalır cavabımız D bəndi. Regret. Yenə də həmin şəkildə davam edirəm. Tu ilə ayıncı bir arada da ola bilməz. Sadəcə tu olan cavabımız D-də. Əla. İndi would rather, had better. Bunlara da bir daha baxaq. Bu dediyimiz ara sıra keçən qaydaları qəşəng bir şəkildə qeydinə aparırsınız. Would rather modal feildir. Rather. Nəyəsə üstünlük vermək, üstün tutmaq mənasında işlənir. Özündən sonra feili verb bir şəklində alır. Yəni tu'suz alır. Tu'suz feilimiz sadəcə B variantındadır. Burada tu gəlibdir, ayıncı gəlibdir, nə bilim keçmişə gedibdir, gərək yoxdur. Would rather belə deyək də, would prefer kimidir, üstün tutmaq nəysə. Siz sadəcə yadınızda saxlayın ki, modal feil kimidir, verb bir forması lazımdır. Had better bərabərdir should modal feilinə. Eyni məna gərək belə edərdim, belə etsən yaxşı olardı, daha yaxşı olardı. Should özündən sonra feili verb birimlə mi alır, tu'suz mu alır? Elədir ki var. Had better də o şəkildə feili verb bir formasında, yəni tu'suz şəklini alır. Verb birimiz hardadır? C bəndində. 121. Had better'nin qabağında tu gəlməz. Would rather'nin qarşısında tu gəlməz. D bəndində had better'nin qarşısında tu gəlməz. Would rather'nin qarşısında ayıncı yox, sadəcə verb bir gələrdi. Vəssalam. Everyone. Digərinə baxaq. Həmin qayda ilə davam edək. A bəndi düzdür. B bəndində tu var. C bəndində tu var. D bəndində ayıncı veribdir. E bəndində isə tu veribdir. Belə. Davam edək. 123-cü sualda would rather üstəgəl feilin birinci forması. Yəni heç nəsiz, şəkilsizsiz. Ona görə cavab A bəndi. 124-də had better feilin verb bir forması. D bəndi. 125-də də həmin qaydadır. Feilin verb bir forması. Had better feilin verb bir forması. Diyor remember. Remember'dən sonra dedik ki, feili ya ayıncı ilə verə bilərik, ya da tu ilə verə bilərik. Baxırıq, ayıncı ilə tu bir arada ola bilməz. Tu feilin, tu məslərindən sonra feil həmişə bir formada gələ bilər. Sonuna nə es, nə ed, belə bir şey mümkün deyil. Ona görə cavab A bəndi. 128-də. Do you remember? Remember'dən sonra feil iki şəkildə gələ bilər. Ya tu'lu gələ bilər, ya da ayıncılı gələ bilər. Görək, fərqi var mı burada? Digər tərəfdə bax, bu qayda yadda saxlayaq ki, to be üstə gəl adjektiv. Burada tu olmalıdır, düzdürmü? İkinci tərəfdə tu olan forman bax, bir budur, bir də budur. Əla. İndi remember'dən sonra ayıncılı da mümkündür, bəs tu'lu da mümkündür. Onda bunun fərqi nədir? Baxaq, ayıncılı keçmişə aid olan bir xatirəni danışırsan, D bəndindəki tu'lu bir feil qoyarsansa, indiki zamana aid olan bir şeyi xatırladığını, danışdığını bildirərsən. İndi do you remember reading about it? Sən o haqda oxuduğunu xatırlayırsan, keçmişə aid bir xatirə var. Əla, cavabımız ona görə A bəndi. 129'da would rather'dır bu. Would rather. Rather'nin yanında feili verb bir formasında D bəndi seçirik. 130'da it is. Burada is, yəni bir feilin var. Qarşısındakı feili tu ilə verməliyəm. Tu'lu feilləri saxlayaq əlimizdə. Tu ilə ayıncı bir arada ola bilməz. Bir də D bəndi. İki variantımız var. Elədirmi? Make qarşısındakı feili necə tələb edir? Artıq burada kompleks obyekt də girir araya. Bu birinci qrup olduğuna görə qarşısındakı feili sadə istəyir. Cavabımız D bəndi. 131. She was happy to be adjective, tu'lu bir feil. Qoyaq qarşısına. Əla, tu'lu feilimiz hansıdır? B bəndində var. Tu ilə ayıncı bir arada ola bilməz. Vəssalam, qaldı cavabımız B bəndi. Əslində çox sadə bir başlıqdır. Cerund bəzən uşaqlara çətin gəlir. Bu nədəndir bilmirəm. Diqqət etsək görürük ki, çox sadədir. Stopun qarşısındakı feil ayıncı ilə olmalıdır, elədirmi? Ayıncı ilə. Sonra ikinci tərəfə baxıram. İkinci üçün burada ayıncı ilə də tu'nu bir arada veribdir. Bu isə sadədir deyə ola bilməz. Start. Start qarşısındakı feili sadə ala bilməz.
ya to'lu olmalıdır ya da ayıncılı olmalıdır. Cavab D bəndi. We were advised to. Bax, bu bir feildir. Advice bir feildir. Qarşısındakı feili to'lu tələb edir. To'lu feilimiz bir burada D bəndində var. Bir də burada E bəndində var. İkinci boşluğa gedək baxaq. Before söz önüdür. Söz önündən sonra feilin hansı forması seçilir? Verb ing. Ona göre cevap D bəndi. Sonra 134. Regret. Budget without hurt him. Burada bir de neye dikkat edeyim? Dediğim kimi bəzi fiillerimiz var ki, bax bunlar istisna hallardır. Stopdan sonra verb ing ilə işlənməsi, verbin to ilə gəlməsi. Bir bu. Sonra remember, forget. Bunlardan sonra to gələrsə, to'lu bir fiil gələrsə, indiki zamana aid olan bir işi göstərir. Verb ing gələrsə, keçmişə aid olan bir xatirəni göstərir. Regretdən sonra, regret də həmin fiillərdəndir ki, regret üstəgəl to gəldikdə indiki zamana aid olan təəssüfünü bildirir. Regretdən sonra verb ing gəldikdə keçmişə aid olan təəssüratını bildirir, təəssüfünü bildirir daha doğrusu. Məsələn, burada cavab olaraq nə seçə bilərik? Gəl bir tərcümə edək. Şeir təəssüf edir ki, komandası ilə müzakirə etmədən büdcəni tənzimlədi. Yəni, komanda ilə büdcəni müzakirə etmədən tənzimləyir. Yəni, komanda ilə, necə deyim, konsult ilə müzakirə etmədən büdcəsini tənzimləyibdir. Buna təəssüf edir. Keçmişə aid olan təəssüf hissini göstərir. Cavab B bəndi. 135-də decide'in qarşısındakı feili to ilə verək. To ilə olan formamız bir buradadır. Burada ikisi bir arada ola bilməz dedik. E bəndində də ola bilərdi to ilə. Amma ikinci tərəfə baxaq. To ilə ing-ni bir arada verə bilmərik. Ona görə cavabımız çıxır buradan nə? C bəndi. Sonra to be üstəgəl sifət to'lu bir feil. To'lu bir feili qoyuruq qarşısına. İkisi bir aradadır. Yəni to ilə ing olmaz. Cavab ya adadır ya da edədir. Yəni gəlin şərtə baxaq. Şərtdə after söz önü var. Söz önündən sonra seçirik feilin hansı formasını? Verb ing formasını. Ona görə cavabımız çıxsın A bəndi. Pretendin qarşısında. İndi baxaq, variantları bir-bir irdələyək. To ilə ing-ni yan-yana veribdir. Olmaz. Yəni bir feilin əvvəlində, tutalım ki, bir feilin əvvəlində to gəlibdir. Axırına da ing artırılıbdır. Belə bir şey ola bilməz. Əvvəlində to, axırında ing mümkün deyil. Sonra digər tərəfdən neysə davam edək. Pretendin qarşısındakı digər bir feili to ilə verməliyəm. Try'ın da qarşısındakı feili to ilə verməliyəm. 2 dənə to olan feilimiz hansıdır? C bəndidir. Davam edək. 38-də. 138-də nədir? Problem nəyə diqqət edək? Lap dərsin əvvəlində qeyd etdim bunu sizə. Feillə başlayan cümlə əmr cümləsidir. Əmr cümləsi do, not ilə başlamalıdır. Üçüncü düzdür. 4-ün səhvi nədir? Let birinci qrup feildir. Burada görürsünüz, obyekti gəlibdir. Qarşısında to verilə bilməz. Let us sit. Bax, belə olsaydı doğruydu. Birinci qrup obyekt feili sadə tolsuz alardı. 139-da come to see us tonight. Do come see us tonight. Aha, burada problem nədir? Do bir əmr cümləsi feillə başlayan come-la başlayırsa, bunun qarşısına niyə do gəlibdir? Do-nu biz inkarda köməkçi feil kimi do not yazsaydıq doğruydu. Do not şəklində olsaydı, hə, bu doğru olardı, verərdi. Do come nə deməkdir? Do, come, see, 3 dənə feili yan-yana sadə şəkildə də yığa bilmərik axı. Əgər bu köməkçi feil kimi gəlib oturubdursa burada, demək ki, bunun yanında bir dənə notu falan olmalı idi. İnkarı düzəltmək üçün gəlməli idi. 3-də let's not do, bu düzdür. Bax, let bayaq yazdığım kimi kompleks objekt dərsinə girir. Do feili də sadə verilibdir. Məsələn, don't-dan sonra, aha, don't come. Məsələn, don't come yazıram. Düzdürmü? Birbaşa
Don'tdan sonra feili yazırsınız sadə formada. Burada to ola bilməzdi. Səhvimiz budur. Ona görə doğru cavabımız 1 və 1 doğrudur, 3 doğrudur. 2 olmaz, 4 olmaz.